Salam əziz investorlar. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır sistem, Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. Maraqlanırsınızsa dayanacaq yerləşdirmək mümkündür. Korporasiyanın hər bir göstəricisini diqqətlə öyrənməyi təklif edirik. İndi təşkilatın cari göstəricilərinə baxacağıq. Salesforce, Inc, ticker, CRM. Bu icmal 28 may 2025-ci il tarixinə cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets təşkilat Salesforce, Inc. alt kateqoriyaya aiddir. Soft Business qiymətləndirmədə 59 şirkət iştirak edir ki, bu da çox təmsil olunur. Sözü gedən şirkət üçün nəticə 10 baldan 6 bal. Alt kateqoriya üzrə orta bal 2,7 baldır. Çox geniş baxsanız, bütövlükdə bütün ABŞ bazarı çərçivəsində. Bütövlükdə bütün fond bazarı üzrə orta xalın 1,9 olduğunu görə bilərik. Şirkətin 6 balına qarşı Salesforce, Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Salesforce, Inc. və alt kateqoriyalı paylaşımlar. 12 aydır hissləri görə bilərik Salesforce, Inc. mənfi 2,3% dəyişmə göstərdi. Alt kateqoriya üzrə qiymət dinamikası ilə müqayisədə 18,4%. Korporasiyanın bazar kapitallaşması Salesforce, Inc. 265,98 milyard dollar təşkil edir. Alt kateqoriyanın kapitallaşması isə 1544 milyard dollardır. Şirkətin balans dəyəri 61,9 milyard dollar olaraq qiymətləndirilir. Və alt kateqoriyanın kapitallaşması 200 milyard dollardır. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Salesforce, Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirilərkən 17,222% təşkil edir. Balans dəyərinin kapitallaşması 30,582% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, yaxşı, 1 bal. Təhlil edilən şirkətin 12,219 milyard dollar borcu var. Balans dəyərinə qədər maliyyə öhdəlikləri şirkətin kapitalının 20%-ni təşkil edir. Şirkətin borc göstəricisi, yaxşı, 1 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 42,9-dur. Alt kateqoriya üzrə orta göstərici 54,7-dir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin qazanc nisbəti, yaxşı, 1 bal. Son 12 ayda mənfəət 6,197 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq 12,40 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 7. Alt kateqoriya üzrə orta göstərici 8,3-dür. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar qiymətinin gəlir göstəricilərinə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 37,9 milyard dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 56,290 milyon dollar olacağı gözlənilir. Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Marjinallıq 16,4%, alt kateqoriya üzrə orta göstərici isə 15,2% təşkil edir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 15,74% təşkil edir. Bu da bazar kapitallaşma payından 9% azdır.
Təşkilatın bir işçisinə düşən kapitalın məbləği 3.479 min dollara bərabərdir. Və alt kateqoriyada 3.179 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi. Keçərli 0 bal. Bir işçiyə düşən mənfəət 81,1 min dollardır. 58,2 min dollar alt kateqoriyada orta hesabla. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi. Yaxşı 0,5 bal. Şirkətin bir işçisinə düşən satış payı 496 min dollardır. Alt kateqoriya 383 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin fərdi işçisinə düşən gəlir payının qiymətləndirilməsi. Yaxşı 0,5 bal. Satış əməliyyatlarının həcmi 1,4%, alt kateqoriya üzrə orta hesabla 2% təşkil edir. Göstərici ROAS 14 şirkət üçün %50 səviyyəsini göstərir. Salesforce Inc. Alt kateqoriyada isə bu səviyyə təxminən 60% təşkil edir. Şirkətin faktiki səhmlərinin dəyəri təxminən 277 dollardır. Şirkətin səhmləri üçün konsensus qiyməti 362 dollar ətrafındadır. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli bu mövsüm ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Güruh Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsi əsasında Salesforce Inc. Yardım sistemi Güruh Markets qərar qəbul edilir. Sövdələşməni açmayın, çünki cari video icmaldır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün təşəkkür edirik. Güruh Markets. Hamınız ən yaxşı tamaşaçısınız.